Herkese salam qızlar, kanalıma və yeni bir vloguma xoş gəlmişsiniz, səfa gətirmişsiniz, necəsiniz? Ümid edirəm hər biriniz çox yaxşısınız, məni sorsanız, mən də yaxşıyam. Növbəti gündür, siz izlədiyiniz videonun növbəti günüdür, çəkməyə başlayıram vlogu bugün. Bismillah deyirəm, günümüzdə də bismillah deyirəm. Ömər soruşacaqsınız, bilirsinizlər, nənəsi girdəydi bir günlük. Mənə mesaj atıb atam, qəşəng video çəkib. Qəşəng vaxt keçirdilər bir yerdə. Nənəsinə sifariş, yemək sifarişləri verib, qəşəng oturublar birlikdə. Biz də gedirik indi xəstəxanaya. Analizlərimizin cavabını götürməyə, həkimə yaxınlaşmalıyıq. Bu bir neçə vlog ancaq belə oldu. Amma mən günlük vloglar çəkdiyim üçün nə edirəmsə, onu da sizinlə bölüşürəm. Belə rutin kontrollar olmalıydı. Yoldaşım da, yəni ki, check-upda, o da onları olur. Belə qızlar, gedək. Bu arada Quranımı da götürmüşəm. Mən maşında oturacağım, gözləyəcəm onu. Orada növbə çox olur da. Ona görə içəridə oturub darıxmayayım deyə Quranımı da götürdüm ki, oxuyum biraz. Çünki sakitləşirəm Quran-ı Kərim oxuyanda. Oxumayanda bir ki, nəsə çatışmır həyatımda. Belə. Bilirəm, suallar gələcək ki, ərəbcə oxursunuz yoxsa öz dilimizdə. Qızlar, ərəbcə oxuya bilirsinizsə, ərəbcə oxuyun. Başa düşürsünüzsə, əgər başa düşmürsünüzsə, öz dilinizdə oxumağınız da lazımdır ki, anlayasınız. Bir şey ki, anlamırsınızsa, onun heç bir faydası yoxdur sizə. Anlamaq üçün müqəddəs kitabı mütləq ki, öz dilinizdə oxumalısınız. Amma öyrənmək də əlbəttə ki, faydalıdır. Gözəl olar ki, başqa bir dil öyrənmiş kimi sizdə, elə bir belə deyim də, nə xoş halımıza başqa bir dildə öyrənməyə cəhd ediriksə. Belə, gedək, bismillah. Bir dənə burada dəsmalları axşamdan dəhşət küləyə qalxdı. Onları astım bura. Biraz sərindir ona görə, yoxsa belə yaş deyirlər. Neysə, getdik. Qızlar, biz xəstəxanadan çıxdıq. O qədər yorğunam ki, hal-hazırda danışma halım yoxdur. Evə gedəndə çəkəcəm. Gəlmişəm evə, həkimdən gəldik. Hər şey qaydasındadır, çox şükür, min şükür. Ciddi bir problemlər yoxdur. İnşallah Allah hər kəsə can sağlığı versin. Keçirim indi işimi görməyə gəldim. Başım qarşıqdır, daha kamera aça bilmədim. Tez dedim indi dönər çörəkləri almışıq. O günləri bir bacım var, xatirə bacımız. O da səhifə işlədir. Arada bir onun vloglarını da olub ki, paylaşmışam topluluğumda. O bacımın səhifəsində görmüşdüm. Neçə vaxt deyib bundan qabaq dönər eləmişdi çörək arası. Ürəyim istədi ki, Rüstə indi mənim əlimin altında toyuğun sinəti falan bir şeylər yoxdur. Ona görə dedim ki, çəkilmiş ətdən bir dənə qəşəng burger kimi eləyim. İçinə başqa heç nə qatmayacağım. Soğan qatacağım, yumurta, bir də ətdir, duz istiyor. Belə ədviyyatlar qatacağım ki, tam olsun. Belə pomidor, xiyar, soğanı karamelizə eləyəcəm burger kimi. Soslarla qəşəng çörəyin arasına düzəldim. Nəsə ürəyimiz belə istəyir, çörək arası kimi yemək. Hazırlayayım, yeməyimizi yeyək. Sonra bəlkə harasa çıxarıq. Axşam tərəfi Ömər biraz gedər gəzdik. Evdə işimizi, gücümüzü gördük, bitirdik, gəldik bura. Bura harada? Ayda Park, Albalıq, Vişnevka tərəfdə. İndi yanar səndə? Hə, sən isə qırmızıya minəcəksən. Yaxşı. Yaxşı. Başın gəldi? Yaxşı. Ömər birinci buna binmək istədim. Mən qızlar dəqiq soruşdum. Giriş 50 qəpikdir adam başı. Biletlərsə 1 manatdır. Nəyə minirməsi 1 manatda atraksiyonlar. Çox qəşəngdir. Qiymətlər də münasibdir. Bunu yaşayanlar qəşəng gələ bilərsiniz, istifadə edə bilərsiniz fürsətdən. Qəşəngdir, sakit parkdır. Yeməyə yerləri də var. Bir daha bizi çəkəcəm sizin üçün. Ömər! Daşın gəlir. Yerləri də yuxarıda tut. Kaldır. Hayır, kaldır. Kaldır. Götür elden çıkar. Ha, indi bura at. Çoxlu yığ, hədiyyə versin sənə əmi. Bura at. Bura. At bura. İndi başqasını tut. Ha, ne oldu? Gel.
Davay. Oyna. Getdik hədiyyəmizi götürməyə. Gəl baxaq. Ömər baxaq neçə dənə balıq tutub. Dənə baxaq. Nə qədər balıq tutub bu. Nə qədər balıq tutsan Ömər. Mən baxım. Baxım neçə dənə tutsan. Bu deyə burada da əmi verəcək sənə. Bax burada. Gözlə, gözlə. Növbə gözlə. Sevinir. Hansı əlkədənsən, görürsən? It's a polis maşını. Götürsən bir dənə polis maşını Ömər. Qırmızı bir dənə polis maşını götür. Sen kırmızı polis maşını. Gözle vereceğim. Lazım deyil bu. Gözlə, gözlə əmi verəcək özü. Əmən balıq tuttun, sənə bunu verdilər. Maladet. Aferin Ömərə. Balıq tutduğuna görə Ömərə priz verdilər. Ömər qəşəng bir dənə karusel deməyib. İndi hələ gəzirik. Cəmaata öz düşməsin deyə yuxarıdan çəkiyorum. Burada qatar da var imiş. Gedəyəmiş ki, qatara minsin. Geçək yer arasıdır. 2 dəfədir biz gəlirik. Hoşum gəldim. Bir dənə qəşəng short video çəkəcəm bura haqqında. Qoy hər kəs yararlansın. Hər kəs görsün, yararlansın. Tərəflər kullanılır. Öyle bir ki rayondur. Hı? Qəşəngdir, üzü qiymətlərdə. Ömər yoxmuşkən restorat eləyirik. Oğlum. Oğlum. Ay, signal verdim ama ya. Vay, signalına bak bunun. Sen korkmazsın ki. Yok korkma. Mama bek tut. A few moments later. Ha, çok güzeldi. Güzeldi. Aa, Korkma korkma. ay mama yaxşı. Hayır oyuncak diye sığınak içinde, o fırlamak içinde. Fırlamayı Ay Allah, oğlum böyük anasına təskinlik verir. Ay Allah, oğlum böyük. Ay Allah, oğlum böyük anasına dik oxuma. Ölərəm mən sənə. Sen büyüksen, yediyse oğlansan. Ay Allah, iki oğlanmışam mən. Neçə qız olaram? Sən iki oğlansan. Oğlan da. Sən iki oğlansan. Mən iki qızam. Ye kaçsan şey. Ay Allah, Ye yaxşı. olmuşsan. Ay Allah, ay Allah. Özü remendə bağlanmır burada. Deyir, remenə ehtiyac yoxdur. Öldüm mən dayı. En üstü Gəlmişik ata balan dibiniblər maşınlara. Tüm mərkəz sinir sistemim hamısı fırlandı. Nasıl başımız gücəllənir. Bunlar maşın sürürlər. Deyirəm soruşacaqsınız, bu da 1 manatdır qızlar. Bunlar da 1 manatdır. Eğer ki 5 yaşa qədər uşaqlar olsundur, 5 yaşdan yuxarı hər kəs ödəniş eləməlidir. Bir rəhmətə gedir. Neçədir burada? Uşaq yeyəcək bunu. Bunlar tuz verim. Hə, verin biraz. Biraz. Evet, tuz tökümü olsun. Hə. Çox yaxşı. Qiymətlər hamısı eynidir. Hə. Hamısı eyni. Şabalıqlar neçədir? 2 manatdır. Hə. Gözdə bəs soysun Buyur. Yox, yox. Nuş olsun. Gəl indi mən sənə verəcəm, sən tutarsan yersən, yaxşı? Sağ ol deməyə. sen var. Afərin. Sağ ol. Ömər. Qəşəngdir. Deyir qəşəngdir, xoşuna gəlir. Nuş olsun oğlum. Da bax nə qəşəng üzüm. Hacı. Ağzını silim.
Burada baxın nə qəşəng üzümdən belə üzüm tənəklərindən düzəldiblər bisitka kimi oturmağa. Əlinizdə nə bilim bulki olsun, sandviç olsun, nəsə belə özünüz də hazırlayıb uşaqlar nə gəlib olsa yeyə bilərsiniz. Süperdir. Mən çox bəyəndim. Qəşəng. Bir nəfər oturub yeyir. Əvvəllər belə qarğıdanı çox şəhərdə közləməyə bilən yox idi. Çoxsu qaynar satırdı. Məndən öyrəndim. Sən öyrəndin. Səndən öyrəndilər ha. Sözdə qarğıdanın ustası mənəm. Ay, Setkanın üstündə. səni çəkmişəm.